Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bugün ölkə başçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Onun gənclərə olan diqqəti, qayğısı göz önündədir. 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması gənclərə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan münasibətilə bütün gəncləri səmimi qəlbdən təbrik edir. Onlara yaradılan imkanlardan səmərəli istifadə etməyi və daim şəxsi inkişafları üzərində çalışmağı arzulayıram. Gənclərin sosial fəallığının artırılması, təhsilə çıxış imkanlarının genişləndirilməsi, beynəlxalq layihələrdə iştirakı və karyera inkişafı dövlət proqramlarının əsas istiqamətlərindəndir. 2023-cü ildə topladığım bəla əsasən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm. Düzü Prezident təqaüdçüsü olmaq mənim üçün həm böyük bir qürur, həmçinin də bir sevinc idi. Özümü çox xoşbəxt, həmçinin çox uğurlu bir gənc olaraq hesab edirəm ki, bu siyasətin bir parçasıyam. Gənclərimiz bugün dünyanın istənilən ölkəsində təhsil və iş imkanlarından yararlanmaqla yanaşı, həm də beynəlxalq arenada Azərbaycanı qürurla təmsil edir. Qalib ölkənin, qalib xalqın, qalib gəncləri olaraq. Ölkəmizin gənclərini birləşdirən nöqtə var. Dövlətin yaratdığı imkanlardan istifadə edərək öz potensiallarını reallaşdırmaq. Bugün Azərbaycan gənci yalnız öz gələcəyini yox, həm də ölkəsinin gələcəyini düşünür. Çünki gənclər siyasəti onlarda tək imkan yox, həm də etimad yaradır. 2 fevral Gənclər Günü təkcə bayram deyil, eyni zamanda gənclərin cəmiyyətdəki rolunun təsdiqidir. Bu rol dövlət siyasəti ilə dəstəklənir, gənclərin təşəbbüsü ilə reallığa çevrilir. Azərbaycan gənclər ölkəsidir. Bizdə demoqrafik artım çox sürətlə inkişaf edir və əhalinin böyük hissəsi gənclər təşkil edir. Ona görə gənclər siyasəti bizim dövlətimizin siyasətinin əsas prioritetlərindən biridir. Eyni zamanda mən qeyd etmək istərdim ki, Azərbaycanda Gənclər Fondu fəaliyyət göstərir və bu Gənclər Fondunun vasitəsilə müxtəlif gənclər təşkilatlarına, layihələrinə dəstək verilir. İnam göstərilən gənc məsuliyyət daşıyır, imkan verilən gənc isə nəticə ortaya qoyur. Azərbaycan gəncliyi bugün bu etimadı doğrultmağa hazır olduğunu, həm də öz əməlləri və qazandığı nailiyyətlərlə sübut edir. Jalə Gözalova, Zaur Haşimov, Teli Səhər.